İnkubatordan cücə çıxardıram, final bölümündəyik və bu yumurtalardan cücə çıxmalıydı. Amma bilmirəm, ola bilsin izləyicilərim dedi ki, cücə gücsüzdür, onu çıxarda bilmir. Və sonunda axır ki, bugün 23-cü gündür, yəni əvvəl-axır bunu açmalıydım mən. Çıxardacam, baxacam belə, birazcıq belə deşim baxım. Bəlkə cücə var, həqiqətən çıxa bilmir, ya alınmadı, mən nəysə səhv elədim. Normalda amma çıxmalıydı, cik-cik səs falan da gəlmir. İndi sizlə bir yerdə açacağıq. Deməli dostlar, məsələ belədir ki, mən bunu, yəni bu qabı, adapter də orada da görürsünüz şarjı ilə, tam 23 gündür heç bir halda çıxartmamışam tokdan və burada quyruq hissəsindən gördüyünüz kimi su bura qoyurdum. Amma bir ümidlə inşallah bəlkə də alınar, amma bunu belə qıra bilməm. Digərləri çox ağırdır. Biz bilmirəm bundan sındırarlar, nə ilə sındırarlar, amma yüngül buradan qorxuram. Cücə falan olar, ziyan olar deyə əslində. Ay Allah, deyəsən var. Bilmirəm. Ata! Ay Allah, içində cücə var deyəsən. İnanız, həyecandan əlim ayağım əsir. Atamı çağırmışam ki, əl vura bilmirəm. Həqiqətən ətimir pənir elə şeyləri əl vuranda. Və onun orada tiklərini gördüm. Ay Allah, inşallah ölməyib. Dən gəlsin, baxaq, sizə də videosunu çəkib göstərəcəm. Bilmirəm. Terpəndir, ölüdür içində. Ay Allah. Ay Allah, başına vur.